Ikiqay bu aralar məncə mənə lazım olan kitablardan biridir. Bunu bir dəfə oxumuşam. Həyatımda hər şey qaydasında olduğu zaman. İndi də şükür Allaha hər şey yaxşıdır. Sadəcə işlə bağlı dəyişimlər və bu dəyişimlər ayın sonunda daha doğrusu baş verdiyi üçün, yenilik gəldiyi üçün biraz çətindir. Çünki Balikalarda bir gündən sonra sabahdan sonra 3 gün bayramdır. 24, 25, 26 və ondan sonra da gələcək bəzi günlər iş olacaq, bəzi günlər olmayacaq. Və mən də restoran sektorunda daha doğrusu sushidə işlədiyim üçün və yeni bir işçini götürüb işsiz restoranda oturtmaqdansa oturtmamaq daha yaxşıdır. Ona görə biraz boşluqda və yaxud da ki, havada qalmışam. Ən pis ehtimalla yanvarın 1-dən tapacam iş. Ən yaxşı ehtimalla 6 bazar və qalan günləri tapacam. Ay bitməmiş. Bu niyə bu qədər mənim üçün vacibdir? Ona görə ki, ev puludur və yaxud da digər xərclər üçün mütləq gəlir mənbəyi olmalıdır və bunu da reallaşdıracaq tək yer işdir. Və bu barədə dünənlər düşünəndə düşündüm ki, bütün bunlara sahib olmasaydım, ümumiyyətlə bütün görə bildiyin işləri görə bilməsəydin, nə iş görərdin, nə qazanardın, necə qazanardın daha doğrusu. Cavab verə bilmədim. Bu günləri dəftər qələm götürdüm ki, gedim oturum yazım, yenə də yaza bilmədim. Çünki beynimdə min dənə fikir var idi. Ən vacib qorxularımdan biri idi ki, ya birdən heç işləyə bilməsəm. Belə bir düşüncələr gəlir, çünki normaldır, normal həyat yaşayırıq, biz də insanıq. Və beləliklə zəng elədiyim yerlər oldu, SMS yazdığım yerlər oldu və heç birindən cavab gəlmədi və hardasa özümdə ümidsizlik yarandı. Mən bunu bir dəfə yaşamışam. 2 ay bundan qabaq yenə də iş axtardığım zaman və daşın üstünə oturub düşündüm ki, ya mən həqiqətən heç nə bacarmıram. Amma sonra elə oldu ki, mənə dedilər ki, sən bacarırsan və mən buna inanmağa başladım. Sonra bəzi insanların da əl işlərini görəndən sonra və öz əl işlərimlə müqayisə edəndən sonra başa düşdüm ki, alına bilər. Yapan olmasam da sushini bacara bilərəm. Və 7 aydır bu işin içindəyəm. Son 2 aya çıxmaq şərti ilə demək olar ki, ən bərbad 2 ayım olub mənim üçün. Maddi olaraq okey olub, amma hər hansısa bir şey öyrənmək barəsində özüm üzərində çalışmışam. Çünki o adamın heç cürə mənə nəsə öyrədəcək potensialı yox idi və yaxud da öyrətmək istəmirdi. Mən o işi tərk edəcəkdim, sadəcə belə vaxtsız yox. Bəlkə də vaxtı bu idi, bilmirəm. Bəlkə də biraz çıxıb beynimi dincəltməyə ehtiyacım var idi. Son olaraq Ikiqaydan bir mətn, bir sətr oxumaq istəyirəm. İnsanlar üçün faydalı olan bir şeylə onların etmək istədiyi şey arasında ziddiyyət və qeyri-ahəngdarlıq mövcuddur. Məhz buna görə insanlar, xüsusilə yaşlılar həmişə nə ilə məşğul olublarsa, onu davam etdirməyə xoşlayır və dəyişikliyi sevmirlər. Başqa sözlə desək, vərdiş etdikləri işdən uzaqlaşmaq istəmirlər. Problem ondadır ki, artıq kök atmış vərdişləri həyata keçirərkən beyin demək olar düşünmür, araşdırmır, bir sözlə çalışmır. Davranış avtomatik qaydada cəld və uğurla, əksər hallarda isə çox asanlıqla, yəni insanın özünə sərfəli şəkildə başa çatır. Beləliklə, insanın əl çəkə bilmədiyi konkret rejim yaranır və bu halı aradan qaldırmağın yeganə yolu beyinə yeni tapşırıq vermək və onu yeni informasiya ilə yükləməkdir. Mən Ikiqayı yenə deyirəm, bir dəfə oxumuşam, amma görünür yenə də oxumaq məcburiyyətindəyəm və içindəki məlumatlardan özümə faydalı olacaq, nələrsə tapacağına inanıram.
Eğer yenilgiye uğradığını düşünürsen yenilirsin. Eğer cesaret edemediğini düşünürsen edemezsin. Kazanmak ister ama kazanamayacağını düşünürsen kazanamayacağın neredeyse kesindir. Eğer kaybedeceğini düşünürsen kaybedersin. Çünkü biz gördük ki başarı insanın iradesiyle başlar. Her şey kafanın içindedir. Eğer dışlandığını düşünürsen dışlanırsın. Yükseleceğini düşünmelisin. Bir ödül kazanmadan önce kendinden emin olmalısın. Hayattaki kavgaları her zaman güçlü ya da hızlı olan kazanmaz. Ama er ya da geç kazanan insan kazanabileceğini düşünendir.